Qazaxda Konstitusiya və Suverenlik ili çərçivəsində ağac əkmə aksiyası keçirilib. Rayonun Yuxarı Salahlı kəndində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında 100 ədəd eldar şamı, 350 ədəd sərv ağacı əkilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılması, cəmiyyətdə təbiətə qayğının təbliği, yaşıllıqların çoxaldılmasını təşviq etmək, həmçinin ölkədə keçirilən ekoloji tədbirlərə töhfə verməkdir. Bu cür aksiyalarda aktiv şəkildə iştirakçılıq sərgiləməliyik və nəzərə almaq lazımdır ki, əkdiyimiz hər bir ağac gələcəkdə onun kölgəsinə dincələcəyimiz bizim üçün bir irsdir və biz də gələcək nəsillərə bu irsi ötürmək məqsədilə buradayıq. Gənc nəsillər bu ağac əkmə aksiyalarında fəal şəkildə iştirak edirlər və bu da həm təbiətimizin qorunması cəhətdən, həm də ki, milli birliyimizi göstərməyimiz cəhətdən çox vacib amildir.